Salam dəyərli izləyicilər, hər birinizi xoş gördük. Artıq bildiyiniz kimi bizdə Miqva sertifikasiya üzrə ilk sentyabr ayı üçün qruplarımız başladı, start götürdü. Həm baza, yəni sıfırdan başlayanlar, həm də bazası olan dərəcə qrupu üçün dərslərimiz artıq başlayıb və bu qruplar artıq qeydiyyatı tamamlamışıq. Və müəllimlər üçün artıq oktyabr və noyabr ayları üçün yeni qruplar başlayır və bu qruplara da biz artıq qeydiyyatı vermişik. İstəyirəm ki, qısaca bu qruplar haqqında sizə bir məlumat verim. Bu ayın sonu, yəni oktyabr ayının sonunda sizlər üçün 2 qrup birdən fəaliyyətə başlayacaqdır. Hər ikisi sıfırdan başlayanlar üçün olan qrupdur, yəni baza qrupudur. Biri axşam qrupudur, biri 4-cü günlər axşam saat 18:00-da, biri də səhər qrupudur, ikinci 5-ci günlər səhər saat 13-ün nəzərdə tutulmuşdur. Hal-hazırda qeydiyyat davam edir. Noyabr ayından isə artıq çox müəllimin gözlədiyi bazası yaxşı olan müəllimlər üçün dərəcə qrupu fəaliyyətə başlayacaqdır. Hər 3 qrupa hal-hazırda qeydiyyat davam edir. Bir məsələni diqqətinizə çatdırmaq istəyirəm ki, dərslərimiz artıq bu ildən tam yeni materiallar üzərindən həyata keçirilir. İstər sıfırdan başlayanlar, istər dərəcə qrupuna qoşulanlar üçün mövzu izah materiallarımız tam olaraq yenilənmişdir. Yəni artıq müəllimlərimiz, köhnə müdavimlər bilir, köhnə video dərsləri yox, tam olaraq yeni standartlara cavab verən mövzu izah videolarını izləyəcəklər. Mövzu izah videoları sizlər üçün rahat şəkildə kateqoriyaya bölünüb. Yəni hər bir videonun başlığı istədiyiniz başlığa klik eləyərək istədiyiniz videonu tam ətraflı izah ilə tanış ola bilərsiniz. Videonu izləyənlər artıq bilirlər ki, artıq bu ildən video izahlarımız daha əhatəli və daha öyrədicidir. Yəni artıq bunu dərsə qoşulanlarımız daha gözəl bilirlər. Həmçinin də bir məsələni diqqətimizə çatdırmaq istəyirəm ki, artıq bu ildən etibarən hər ay sonu bizdə mövzular üzrə ümumiləşmiş sınaq imtahanlarımız olur əlavə olaraq. Yəni hər mövzudan sonra olan mövzu sınaq imtahanını əlavə nəzərdə tuturam. Bu sınaq imtahanlarında müəllimlər bir ay üzrə yekun nəticə göstərirlər. Yəni ilk bir ay üzrə keçirilən mövzuları hansı səviyyədə mənimsəməyə yoxlanılır və növbəti aya buna görə keçirilər. Artıq birinci ay üçün sınaq imtahanımız oldu və limit nəticəni keçməyən müəllimlərlə profilaktik söhbətlərimiz oldu və onlar üçün ikinci şans verildi və bildirildi ki, ikinci ayda da limit nəticəsini keçməsə və həmin müəllimlərlə müqaviləyə artıq xitam veriləcəkdir və dərslərimizdən təəssüflər olsun ki, kənarlaşdırılacaqdır. Təbii ki, bizim məqsədimiz, yenə də deyirəm, zəif müdavimləri qruplarda kənarlaşdırmaq deyil. Mən bunu həmişə dərslərimdə də deyirəm. Zəif müdavimlər hər zaman öyrənməyə açıq olurlar, yəni öyrənirlər. Amma təəssüf ki, məsuliyyətsiz müdavimlər bu fikir artıq onlar üçün deyə bilməyəcəm. Onlar artıq həm dərsin gedişatına problem yaradırlar, mövzu izahlarını dinləyə bilmədikləri üçün digər yoldaşlarından geri qalırlar və belə olduqda qrupun irəli getməsinə problem